Dubayı investorlar üçün cəlbedici edən digər bir amil Dubayın dünyanın ən təhlükəsiz şəhərlərindən biri olması. Belə ki, burada cinayət faizi həddindən artıq aşağıdır. Bu da dövlətin düzgün strategik planlamasının, təhlükəsizlik qüvvələrinin səmərəli fəaliyyət göstərməsinin nəticəsidir. Belə ki, Dubayda polis ən müasir texnologiyalarla təmin edilir. Bundan əlavə olaraq da şəhər həftənin 7 günü, günün 24 saatı süni intellektlə gücləndirilmiş kameralar tərəfindən müşahidə edilir. Lakin ictimai asayiş qorunarkən bu əhalini narahat etmədən baş verir. Yəni sizi küçədə saxlayıb pasport kontrolu üçün heç kim narahat etmir. Lakin əgər Dubayın ciddi qanunları pozularsa, buna qarşı ciddi cəzalar mövcuddur. Nəticə olaraq, məsələn, dünyanın başqa yerlərində qadınların, hətta kişilərin müəyyən saatlardan sonra küçəyə çıxması təhlükəli olduğu halda və müəyyən bölgələrin, küçələrin xüsusilə təhlükəli olduğu halda Dubayda qadınlar günün istənilən saatında azad bir şəkildə gəzirlər, tək başına gəzirlər və başlarına heç nə gəlmir. Əgər onları narahat edən biri olarsa, əlbəttə ki, bu ciddi bir şəkildə cəzalandırılır. Bundan əlavə olaraq, bu günə qədər Dubayda heç bir terror aktı və yaxud siyasi xaos baş verməmişdir. Bütün bu amillər isə investorlar üçün mükəmməl və arzu olunan bir ətraf mühitdir.